videoda qutudan ev düzəldəcəyik. 2 yarışmaçı. Mən və Allah verdi. Necəsən Allah verdi? Başqa necəsən? Neyirsən Allah verdi? Səncə sənin evin daha qəşəng olacaq ya mənimki? Əlbəttə ki mənimki uşaqlar. Əlbəttə ki mənimki daha qəşəng olacaq. Bu arada sadəcə qəşəng olmağı yox, gözümlü olmağı da lazımdır. Qardaşım, Scott'un biri böyüdür, biri isə balacadır. Mən niyə buradayım? Öz net ya, hapsi ededim bizə, mən oturamıram. Kim böyüyü götürəcək, simeşfo edirik. Bir dənə və 3-dən. Gecələdir. Allah bir gecələdir. Simeşfo. Uttum. 3'ten demsə. Uttum. Bu şeyə inanmayın, qurban. Bu böyük. Yes, böyük Scott'u mən qazandım. Allah verdi, sən özün üçün qutu götür, mən də özüm üçün. Dostlar, qutularımız belədir. Allah çox mənim evim hazırdır. Çox özümü yükləmək istəmirəm. Dizayna daha çox önəm verəcəm. Eynisindən bir dənə də götürsəm. Bunları bir-birinə yapışdırsam və yerə uzatsam. Gözlüyüm görüm necə olur. Bu mənim boyuma biraz balacadır dostlar. Bunlar səliqəsiz görsənir deyə bunları cırmağı fikirləşirəm. Ona görə bir dənə də götürürük. Bunu da elə belə götürürəm. Qəşəng şey düzəltmək olar bundan. Məni özdə atam aparacaq, Allahverdi özü gələr. Ya kim aparmadı mən qaldım burada. Mən niyə yazıma götür salmıram? Videonun irəliləyən dəqiqələrini görəcəksiniz, yenə düzəltmişəm. Sadəcə qutunu kəsmək lazımdır. Ona görə mən 3-5 dənə qutu götürəcəm, onun düzəlməsini görəcəksiniz. Yəni ilk kimi izah eləməyəcəm ki, bura belə girəcəm, bura belə girəcəm. Hazır. İndi ikimizin də 2 dəqiqə vaxtı var. 2 dəqiqə. Onu özümdən çıxardım, 2 dəqiqə olsun. İkimizin də 1 dəqiqə vaxtı var. Ağlığa nə gəlirsə yığ. Və Allahverdinin 1 dəqiqəsi başladı. Get Allahverdi. Allahverdi ovsundan qoymuş kimi tapmaya mənim... Bu nədir? Bu nədir ay? O lentdi qardaşım. Bu lentdən gülləri bağlamaq üçün falan istifadə edirlər. Sən istəsən gülləri Vaxtın gedir, vaxtın gedir. Niyə yadıma salırsan Salih? Burada nəsə lazım olar? Əllərim çalar. Qardaşım bax Allahverdi. Bax Allahverdi. Bax. Vaxtım gedir ya. Allahverdi artıq 25 saniyəsi qalıb elə bir dənə tütəyi götürüb. Bax bir dənə də əşyaları götürüb otaqdan çıxmasan sənin deyil. Bunları niyə götürürəm bilmirəm amma götürürəm uşaqlar. 13 saniyə, 12, 11. Arkadaş boş şeydi. O istəyir 20 saniyə yaz. Biz artıq bitti dediğim şey demək bitti. 1 dəqiqəm bitdi. Hə. 1, 2, 3. Dostlar Allahverdi gizli şeylər götürdüm. Mən amma çox yaxşı şeylər götürəcəm. Getdik. Gedə bilmədik. Getdik. Bir dənə xalça bu otağa atdığım hər şey mənimdir. Allahverdi harda yatacaq? Mən yastıq götürürəm özümə. 46 saniyə qaldı. Mən çıxmayacağam. 46 saniyə nə ara qaldı qardaşım? Başqa nə götürüm? Ayda çox həyecanlı bir şeydir. Görək burada nələr var. Değişin yastık. Allah yetim gözləyə bir dəqiqə. Yastık. Yastıqsa götürən, Rexona götürən evimizdən iyi gəlməsin. Qardaşım pudra neyniyəcəm bilmirəm səfərəm. Allah nə götürüm oxumağa? Gözlə. 22, 20. Mars götürəm. Allahverdi nə yeyəcək orada? 14 saniyə. 13, 12, hə. Evimə bunu sərəfəm ki. 4, 3, 2, 1, və 0. Ayda. Mən sənə əşyalarımı necə tullayım şöyle. Ondan verim gəlmirdi amma necə elədim də. Bir dənə xalçam var. Bir dənə qara pərdə götürdüm. Yox, o məndir. Məndir. Nə olar yaxşı? Mənimdir. Bir dənə istəsəm bunu verə bilərəm sənə. Nədir? Bilmirəm nədir. Nə işləmiş olar? İstəsə sənə vermərəm ki. Bir dənə Rexona. O Rexona attın sən, o partiyə bilərdi. Yeni il paketi, gəl paket açılışı. At. Qoy içinə zərlərdir, mən evimi vəziyyətə... Paketin içində zərlər var imiş, uşaqlar. Sən bilmədin də sən onusun. Allah haqqı. Qoymamışam. Tərəf edirəm uşaqlar. Qoq deyir. Dominon da var. Allahverdən deyəsən iyi gəlirdi deyə mən başqa otağa keçən kimi dezodorantımı fırlatdı qoydu çantasına. Qutudan evə hazırlamağa ilk Allahverdi başladı. Rahat işləsin deyə ilk olaraq işə kartonun qıraqlarını kəsməklə başlamışdı. Bəli, ilkin düzdür. Kardonun qıraqlarını kəsin. Sonra nə edəcəyimi bilmirəm həqiqətən. Sadəcə eləyəcəm də. Uşaqlar, bu iki kardon ölçüsünə görə eynidir. Ona görə bu iki kardonu bir-birinə yapışdırmağı fikirləşirəm, amma niyə bilmirəm. İndi uşaqlar bunu ev halına gətirməyə çalışırıq. Necə eləyirik bilmirəm və başlayırıq bunu eləməyə. Bir poxalası deyil bundan. Bəlkə bu buralarını qırılan yerləri var. Skoçlayım ki, qırılmasın. Amma məncə belə də ola bilər əslində. Uzunluğunu eləyim ölçümü, yəni içinə girmək üçün, yoxsa oturmaq üçün eləyim? Məncə oturmaq üçün elə. Nə eləyim o burada? Mən başım istəmir bunlara. Qardaşım, işdən verdin, kömək edin. Burada Allahverdi Sadiqə rüşvət verir ki, ona kömək eləsin. Elə bax belə bir dənə kurqava bir şey. Ustam Sadiq bə. Nasıl kim mal Dizayn şey? ver də, mənə dizayn ver, qardaşım, mən ona görə eləyim. Dizayn qələmini çıxa verim. Elə yox, bir ağlım başında bu mən başa düşəcəm dedim. Bunu belə qoymusan, 2-3 dənə onsuz orada qutu var da, bunu genişləndir. Altıda bir dənə kardon sərirsən, sonra oturursan içəridə ev oldu da sənin. Üstünə bağlayacağam. Üstünə bağlayacağam. Bağlamadı üstü açığı. Təzə nəsil. Ha, bu var əslində. Elə üstündən çıxaran promoyu gölər. Sadiqin köməkliyi ilə Allahverdi evinin divarlarını artıq hazırlamışdı. Keçə görək mən digər tərəfdə nə edəcəm. Dostlar, mən qutumu hazırlamağa hazıram. Mənim əşyalarım daha gözəldir, belə gözəldir o. Mən dediyim kimi əsas olaraq dizayna önəm verəcəm deyə.
Açdı evimizi. Sadiq. Bunu aç da mənsin nə olar? Sadiq. Yox. Mən pulum yox deyə evdə qalır. Evə gedəndə sən 100 manat verəcəm. Allah deyir sağlar. Çox sağ ol Sadiq bəy. Aləm dəyib başımda bir-birinə. 11 saatdır montaj edirəm. Gecə 3 saat yuxu yatmışam videolara görə. İndi mənə gətiriblər bu videonu çəkməyə ki, qutu yer. Mən nə bilim qutu necə yığılır? Elə bir fərləz adam. Əziyyət çəkmə qardaş, əziyyət çəkmə. Necə bir şey? Ala verməyəcəm 100 manat, rədd ol. İlkin belə qəşəydi qardaşım. Sadiq onu bağla oradan Sadiq. Ev dağıldı. Mən hamıya gücümü göstərəcəm. Oo. Sən yerə sərdiyimə görə anam da mənə gücünü göstərəcək. Axır ki mən evimin damını hazırlamağı bacarmışdım. Düzdür, burada Sadiqin də köməyini dana bilmərəm. Mənə çox kömək elədi. Sadiq sağ olsun mənə kömək eləyir. Hal-hazırda damın iki tərəfini bir-birinə skoçlayırıq və mən fikir verirəm ki, evim sadəcə damdan ibarətdir. Mənim əlimdən YouTube-dan başqa bir iş gəlmir. Ona görə zəhmət olursa like at. Mənim əşyam ondan çoxdur. Mənim evim Allah verdinin evi kimi səliqəsiz olmamalıdır. Qara kraska vururam da evimə. Bax, yastığımı da. Burada kişi gedirəm ki, evimin dayağı olaraq bir qaya gətirim. Hörümçək var idi, qorxdum. Sadiq gəl onu ver də mənə. Oo, içinə bax. İçi çox qəşəng görsənir evimin dostlar. Evimin içini bəzəməmişdən öncə gedək görək Allahverdi digər tərəfdə nə edir? Evinin son toxunuşlarını etdimi, etmədimi? Villa düzəldirsən burada. Bura sən çox böyük düşünürsən, mən o qədər böyük düşünəmirəm. Abi kəsilmirsən, qayıtı var. Kəs bunu fəhlə. 10 manat verəndən sonra girdiyim triplər. Əla bro, əla. İndi nə qarşıdan ki, başa düşmürəm. Sən ustan səndə qulaq kəs. Mən başa düşmürəm, usta hansınız idi? Usta mən idim. Sən gözün qabağında 10 manat almışam mən bundan. Allah. Mədə fəhlə. Şuna bir şey kardonun üstüne koyuruq və evimiz hazır. Demək elə də fəhlə. Gir içinə. Uçmuş evimizin damı. Yox. Uşaqlar, bu da mənim evim. Nətərdir? Evimin üstünə uçur uşaqlar. Amma aranızda orada elə bir şey yorğan kimidir uşaqlar. Əşyalarımı da yığ tez. Əşyalarımı da ver bir fəhlə. Uşaqlar, evimin içi belədir hal-hazırda gördüyünüz kimi. Biraz darısı qaldın mı? Gördüyünüz kimi burada oyuncaqlarım var. Bunu niyə həmişə belə eləyirəm bilmirəm. Maraqlı oyun oxşuyur. Bu burada bilmirəm. Lent var, ilkin demiş götür. Bunu birazdan göstereceğim size. Satışma yapıyoruz. Gördüğünüz kimi uşaqlar, bu tapanca mənə paltaramlardan hədiyyə olur. Orada kim var uşaqlar, gördünüz onu. Onu görürsünüz, o məni vurur. Hemen yıxılıram yerə. Bu satışmadır. Satışmaya devam. Tap. Ölmədi ya. Ölmüsən qaqa sən. Sobana oxşuyursan Allah verdi. Mənim balalarım. İlk otağımda götürdüm, içində bilməm nə var. Açırıq və içində oyun var. Bu oyunu da açmalıyıq. Səni mən eləyirəm uşaqlar. Gördüyünüz kimi oyunumuz buradadır. Sizə oyunu belə göstərim. Yumrular bu uzun şeylərin içinə düşməlidir. Onları yığmağa çalışacağıq içinə. Bu heç. İçində toplar var uşaqlar. Rəqəmlər yazılmış toplar var. Bilmirəm nə işə yarayır. Uşaqlar ilkin qutusunu düzəldəndən sonra toplarla ona hücum eləyəcək. Buna bir fikrim yoxdur. Yəqin həyatında taxmaq üçündür uşaqlar. Gördüyünüz kimi belə taxırsınız gözünüzdəki. Yatasan deyə uşaqlar taxarsınız. Hal-hazırda görmürəm uşaqlar. Görmədən bu nədir? Bu dartın şeyləridir. Onu atmağa çalışacağıq. Oxları da ilkinə atarım uşaqlar. O zaman Allah verdiği kimi poxlu deyirəm. Ayaqqabılarımı çıxardıram. Bu da bilirsən nədir? Evimin girişi. Praxojam. Bəzən mənim evimə. Yeni il gəlir. Xadenik atarsan ilkin. Əriyib biraz. Qardaşım evimə bax. Götür də. Çox sağ ol. Zəhərlərlə evim çox gözəl oldu. Dal gəlsən bura. Allah qapım buradır mənim. Yarın çöldə qaldıq elə bil ki. Heç də qalmadı. Bas getsin. Ayaqqabımı bağlama. Eləmə də qardaşım. Ay qardaş. Qapımı bağladılar. Allah qapımı açsın. Qapım açıldı. Külək açdı qapımı zarafat. Dostlar, bu mənim yastığımdır. Bu bilmirəm, buradan evim biraz hava çəkir. Pəncərəmdir dostlar, üç bucaq pəncərəm var. Kloku mənə nə üçün verdilər bilmirəm. Kloku atıram o yana. Dominom var burada. Bir dənə də adsam Mars yeyəcəm. Bu da evimin qapısından mənzərəm. Bu da Alaverdi'nin evi. Mənim evimdə Praxojam da var. Bax, Praxojaya ayaqqabılarımı qoymuşam. Uşaqlar ilkindən bir dənə şey uğradım, ayaqqabılarımı çıxarmadı. Mən evdə ayaqqabılarımı çıxarmıram uşaqlar, ona görə ayaqqabılarımı çıxardıram. Varlısan sən. Eləmə deyil ki. Alaverdi'nin ayaqqabısı. Atım göl Allah verdi. Savaş başlasın. Atım göl Allah verdi. Atım. Hadi bana ne ola. Yazığım gəldi uşaqlar. Uşaqlar, mən indi bunları puanlayıram. Bu bədbəxtin evi gözəldir. Çox qəşəngdir. Yəni dekoru, zadı hamısı yerində. Xalçam da var. Xalçası da var altında. Bu bədbəxtin evi isə dözümlü cəhətdən əladır. Bəzək cəhətdən evsiz oxşuyur. Dilənçi də elə bir. Qutusuz zad da var burada, pul atarsın. Dözümlü bir də testi yenə də eləyək. Allah verdi mənə silah açıb. Oo, qoruması zad da var ilki. Tam başqa əşyam yox idi Murad. Mənim əşyam çox idi axı elə bir. Evi bəzəmək yox, evin içində silah hazırlamalısan ki, düşmənə qarşı mübarizə apara biləsən. Düşmən gicdir. Allah mənim deyə. Bunu fırlatmışdı, gəl sənə köməyim olsun. Sən də qoy yerinə. Elə şeylərə qarşı nəfəsimi tuturam burada. Demişdim dözümlü cəhətdən o yaxşıdır, amma yenə də yoxlayaq da biz.
Oo, ilkin evi barmaq eləməmiş bir şey çöktü. Bunun evinə bir dənə yoxlayaq. Yox, ha. Heç olmur bunun evinə. Opşum. Mənə şəmə eləyin. Əllərimi qandallayıblar. Hesab 1-1'dir. Onda qalib olmaq üçün gəl domino oynayaq. Allah verdi. Heyvanlar var. Qarışdırıram. İlk inəyi tapan qazanır. Qazanana da bu marsı veririk. İnəyi tap. İnək hansıdır? Uduzdan. Çıxartdığı karta bax. Bunu çıxartdı. İndi mən inəyi tapacağam. Yenə yoxdur. Mən də tapa bilmərəm. İnəyi tapanacan oynayırıq. Ayda! Onda bu Marsı yeyək. Mənə də ver də. Belə videoların daha çox gəlmək üçün like atmağı, kanala abunə olmağı unutmayın dostlar. Bu video çox maraqlıydı. İnşallah siz də əylənmisiniz. Kartonla evlər düzəltdik. Orada yaşadıq. Yaşamış kimi olduq.